Sakomana söyüş yazı var uşaqlar. Məni təqqil edib, qoy bunu skrin eləyim. Mesajda təqqil edici sözlər yazıbdır. Tələsməsən. Sən sana. Söyüş yazıb. Demir ki evlənim. Ben deyirəm evlənim, ailəm uşağım olsun da. Necəsən? Çox sağ olsun, necəsiz? Salam. Harada sana emin karta? Mənim valla bancım yox deyil kaka. Ki başımdan pul tökülsün. Sən çox istəyir. Öpürəm. Yaxşı ki varsın. Deyişmə uşaqlar, canlını bağlayım. Ustalar işığı söndürməlidirlər. Çünki tok oradan qırılıbdır. Akşam açacağım. Məndən qalın. Mən izləmədə qalın. Takip eləyin. Təşəkkür eləyirəm. Sizləri çox sevirəm. Nə yaxşı ki mənim izləyicilərimsiz. Allah sizi kimi gözəl izləyiciləri, yaxşı izləyiciləri mənə çox görməsin. Elə bil ki, sizlərlə nəfəs alımda həqiqətən mənim izləyicilərimsiz. Melisam, çox sağ ol, öpürəm. Onun payını verəcəm o mənə yazdığı pis sözün. Prosto mən canlı deyə bilmərəm də, mənim tərbiyəm, mərifətim, qanacağım ona yol vermir ki, mən ona baş qoşam. O insanın primi düşübdür deyin. Başa düşürsən, özünü verir bura. Başa düşürsən, canlısı düşüb 500 nəfərə. Dünən izləyib baxardınız. Gəlməlidir axı birinin evinə ki, canlısı qalxsın, kayıtlara düşsün, qalxsın. Çünki həqiqətən mən düşməmişəm. Mənim canlım həmişə 5000, 4000'dir. Baş qoşmuram, mənə çıxıq canlılarda sözlər atır. Paxıl kimi qələmə verir. Halbuki dəfələrlə məndən pul istəyibdir. 50-50, 101 atmışam. Ev kirəsi 701 atmışam, pul istəyib. Həmişə də 50-50, 50 manat, 30 manat, 50 manat kəsirdi pulumu. Yalan deyiləmsə, baba, oruç tutmağa qənim olsun, səhərə sağ çıxmayayım. O insan pul gir. Sevmirəm o insan. Ona görə də atmışam bloka. Dilənçi də elə bil, başa düşürsən, elə bil, hamıdan pul istəyir. Ona görə elə insanlarla, vallahi indi onu tanıyanlar bilirdi, ona hədiyyəlik dəstəkçilər də onu bilir. Görsən, hamısı gedir, hamısından pul istəyir. Ona görə elə insanı mən sevmirəm. Blokumda da halk söz atsa da sağ prim verməyəcəm. İndi bu dəqiqə sağ prim verdim, canlın qalxacaq. Get 1-2 gün, 2000'dən oturarsan. Mənim də adımı çəkmə, mənim səndən işim yoxdur. Söz atarsan 5 qat cavabını verəcəm. Çünki yanında qrexim yoxdur, kimsənin yanında qrexim yoxdur. İstər o bir tiktokerləri, istər də bu bir tiktoker. Alnım açıq, heç bir yanınızda da qrexim yoxdur. Nazlanmışam, keçmişdə əcəb eləmişəm. Mən də Allah belə yaradıb. Nazlanmışam, özüm bilənəm. Zato tərbiyəm, mərifətim, qanacağım yerimdədir. Pis yollarda deyiləm, pis yolun yolcusu deyiləm. Oturmuşam evimdə tüyoğumu cəmi saxlayıram, usta gəlin ustadı işlədirəm, haqqını da verirəm. Heç kimdən işim yoxdur. Çıxıb söz atırsan, məni paxıl kimi qələmə versin, mən də çıxıb sözümü deyirəm. Bir lağ eləyəndə, söz atanda bir güzgünü qoy qabağına, bir özünə dur, bax. Diqqətlə oradan bir bax, mən kimə söz atıram, mən nə cür insanam ki, kimə söz atıram. Bəli, dəfələrlə məndən pul istəyibdir, vermişəm, 20, 30, 50 pulumu kəsib. Bu da mənim yaxşılığım. Görsən, heç demirdim. Ona görə sağ baş qoşmayacağım. Bəli, sənin canlın düşüb deyin, gəlirsən onlara. Yoxsan deyin, gəlirsən onlara. Sən həmişə canlın düşəndə gəlirsən, istifadə etsən. Mən heç kimdən istifadə eləmirəm. Heç kimdən. Kimsənin canlısı qalxıb özüm ora vermirəm. Mənəm, oturmuşam evimdə. Baxan baxır, izləməyən baxmır, təhqir eləyəndə o, sən də söylərdə, hamı təhqir eləyirlər. Sən bütün yorumları filtrləmsən, amma mən filtrləmirəm. Mənim ona höstələm yoxdur ki, duram, bütün sözləri filtrləyəm ki, düşməsin. Bəli, söyüşləri filtrləmək olur uşaqlar. Kim ki sağ söyüş yazır, onları götür filtrləyirsin, oraya yazanda düşmür. Əngəllənirdi o sözlər. Mən filtrləmirəm, kim də nə yazır, mənə söyüş yazmır, hər kəs öz tərbiyəsini göstərir. Məncə onlara ağarmışam ki, mən yayın açıb yayınımı aparıram. Xoşuna gəlmir, baxmasın. Kimsə məcbur eləmir, amma vallahi kimsəni məcbur eləmir, amma. Bəli,
Yayımı düşüb deyən özünü verir ora. O günü 500 nəfər unutmuşdu canlıda. 500. Öyle get lap düşür. Gəlib verməli bax özünü bir yerə ki, kayıtlara düşsün. Özünü verməli bax bir canlısı qalxsın. Ona görə də paxıl sənsən, paxıl insan, dəfələrlə sana əlindən tutmuşam. Mənim heç kimə, mənim özüm dəstəkçilərim də olur. TikTokda dəstəkçi əbəd olur. Mənim öz izləyicilərim var, bəs dəstəkçi də gəlli olur, sadə olur, gülsün sonra çıxır gedir. Mağdur olur, sonra çıxır gedir. Bu qədər net və basit. Oturmuşam, nə qədər ki söz atassan, hamı da bilir ki, prim üçün söz atıb canını qaldırırsan. Mənim amma sahə ehtiyacım yoxdur. Bugünkü günə sənin ehtiyacın var ki, oradan basıb gəlsən onlara canını qalmaq üçün. Nə onun qara qaşına vurulmuşsan, nə də qara gözünə vurulmuşsan. Hamı qəşəng bilir ki, prim üçün gəlirsən. Öpürəm sizi, təşəkkür edirəm, çox sağ olun. Nə yaxşı ki varımsınız. Minnətdaram, sizi sevirəm. Çünki ustalar işığı söndürəcək uşaqlar. Baş qoşmuram. Sözümü də dedim, qəşəng də dedim. Tərbiyəsiz insandır, amma pis söyüş yazıqdır. O söyüşündə skrin elədim, götürdüm. Ona həddini bildirəcəm. Götürüb o söyüşünü atacağım kuratoruma. Tərbiyəsiz. Öpürəm, mən sağ baş qoşmayacağım. O söyüşlər də mənə deyirsən, düz sənin özünə geçsin hamısı da. Madem səni, hamısı sənin özünə qayıtsın. Çünki sənin kimsinin söyüşü, sən tərbiyəsizsən. Danışırsan, payını da vermişəm. Danışma, adımı çəkmə, söz atma, söz gəlməsin sağda. Bu bir. Ma yazdığın sözü də 5 qat sənin özünə gəlsin. Bax, özünə. 5 qatı sənin özünə geçsin. Ma yazmışsan o pis sözü. Onun 5 qatı sənin özünə geçsin. Öpürəm sizi, çox sağ olun, təşəkkür edirəm, nə yaxşı ki varsınız.